Oktyabr, fövqəladə nailiyyət, ən yaxşı təcrübələr. 1 oktyabr, dəmir iradəyə sahib ola bilmək üçün fərdi intizamı möhkəmləndirmək xatirinə kiçik addımlar atmağa başlamaq lazımdır. Sadə bir şəkildə həyata keçirildikdə, bu kiçik addımlar bir-birinin üstünə yığılaraq, daxili gücün möhkəmliyini təmin edir. Bir Afrika atalar sözündə deyildiyi kimi, hörümçək torları birləşəndə aslanı bağlaya bilər. 2 oktyabr, həyatını bir günün içində dəyişmək məcburiyyətində deyilsən. Kiçik addımlarla başla. 1000 kilometrlik səyahətlər bir kiçik addımla başlayır. Biz addım-addım böyüyürük. Gündəlik atılan kiçik addımlar zaman keçdikcə böyük nəticələrə gətirib çıxarır. 3 oktyabr, erkən yaşlarından zamandan ağılla istifadə edənlər zəngin, məhsuldar və xoşbəxt bir həyatla mükafatlandırılırlar. Zamanı idarə etmək bacarığı həyat ustalığıdır. Prinsipinə uzaq olan insanlar böyük insan potensialını heç vaxt kəşf edə bilməyəcək. Peşmanlıqlardan ibarət bir həyat yaşayacaqlar. 4 oktyabr, həftələrinin əvvəlcədən planını qur və vaxtını yaradıcı şəkildə idarə etməyə çalış. Vaxtını əsas məqsədlərinə istiqamətləndirəcək daxili intizama sahib ol. Həyatında bir dəyişiklik et. Mürəkkəblikdən sadəliyə doğru hərəkət et. Həyatındakı ən mənalı şeylər ən az mənalı şeylərə heç vaxt qurban edilməməlidir. Bunu heç vaxt unutma. Planlaşdırmağı bacarmasan, uğursuzluğa düçar olacaqsan. 5 oktyabr, boş zamanlarını zənginləşdirmək üçün sərf olunan vaxt zaman itkisi deyil. Əslində bu zaman itkisi iş saatlarını daha səmərəli edir. Ən böyük ideyalar bizə istirahət etdiyimiz vaxtlarda gəlir. 6 oktyabr, özünü etdiyin hər işdə mükəmməlliyə həsr etdiyin zaman içində müsbət, qürurverici hisslərin günbəgün artdığını müşahidə edəcəksən. Bu, öz növbəsində özünə olan hörmət və etibarını artırır. Bu isə daha böyük enerji və ehtirasın meydana gəlməsinə səbəb olur. Özünü daha yaxşı hiss etməyə başlayırsan. Özünü yaxşı hiss edən insan isə xariqələr yaratmaq iqtidarındadır. Bütün bunlar bilavasitə üstünlük standartlarını daha da artırır. Bu, insanları artan sevinç, fərəh və dinclik mərhələlərinə yüksəldən bir nərdivandır. 7 oktyabr, qürurlarından istifadə edərək varlığını daha qeyri-adi hala gətir. 8 oktyabr, xatırla ki, kiçik şeylərdən, adiliklərdən baş çıxara bildiyində, böyük hadisələrdən də qurtula biləcəksən. Qeyri-adi şəxsi fəaliyyətin şuurlu öhdəliyi, adi fərdi fəaliyyətə dair şuurlu məsuliyyətdən daha azdır. 9 oktyabr, uğurlu və mənalı bir həyatın qızıl qanunu daxili intizama sahib olmaqdır. Bu intizam sənə qəlbinin dərinliklərində etməli olduğunu bilib, tapdığın işləri görməyə kömək olacaq. 10 oktyabr, daxili intizam olmadan qarşına aydın məqsədlər qoya, vaxtını səmərəli idarə edə, insanlarla yaxşı davrana, çətin günlərdən baş ucalığı ilə çıxa, sağlamlığının qayğısına qala bilməzsən. 11 oktyabr, vaxtının qədrini bil, yox deməyi öyrən. Kiçik şeylərə yox deməyi öyrəndikdən sonra böyük yoxlar sənə çətin gəlməyəcək. 12 oktyabr, özünü daha çox iş görməyə və daha çox təcrübə qazanmağa təşviq et. Canındakı enerjini, arzularını genişləndirməyə sərf et. Bəli, arzularını genişləndir. Zehninin qalasında belə sonsuz imkanlara sahibkən adi bir həyata qane olma. Aliliyə yetişmək üçün özündə cəsarət tap. Bu sənin təbii haqqındır. 13 oktyabr, elə yaşa ki, sanki uğursuzluq deyə bir şey mövcud deyil. Onda uğur səninlə olacaq. Maddi və ya mənəvi olmasından asılı olmayaraq, öz məqsədlərinə çatmadığını fikirləşməkdən uzaqlaş. 14 oktyabr, cəsarətli ol və öz təxəyyülünü heç bir çərçivəyə salma. Heç vaxt keçmişinin əsiri olma. Gələcəyinin memarı ol. 15 oktyabr, sadəcə mövcud olmaqla layiqincə yaşamaq arasında böyük fərq var. Sağ qalmağa çalışanlarla inkişaf edərək yaşayanlar bir-birindən fərqlənirlər. İnsanların çoxunun öz daxilindəki məni axtarmaq, özünü tanımaq əvəzinə, həyatlarının ən gözəl illərini televiziya qarşısında keçirməyi seçməsi kədərlidir. İnsanların çoxu daxillərindəki gücü inkişaf etdirmək əvəzinə, sahib olduqları zəiflikləri haqda düşünməyi üstün tuturlar.
Sahib olmadıkları şeylər haqda düşünərkən, sahib olduqları böyük potensiala və vergiyə göz yumurlar. Ali mərhələyə yüksələn insanlar uğurlarını təmin edən ən sadə üsula sahib idilər. Özlərini tanıyırdılar. Onlar sahib olduqları unikal keyfiyyətlər haqda düşünməyə vaxt ayırır və həyatlarının qalan hissəsini bu keyfiyyətləri özlərində inkişaf etdirməyə sərf edirdilər. 16 oktyabr. Qarşına böyük məqsədlər qoyub xəyallarının ardınca getdikdə həddindən artıq əhəmiyyətli bir yaradıcı işlə məşğul olursan. Gözəl bir şey ərsəyə gətirmək üçün təxəyyül və bacarıqlarını bir araya gətirirsən. Bu olduqca yaradıcı fəaliyyətdir. 17 oktyabr. Bütün günü otağında oturaraq dua edib meditasiya ilə məşğul olmaq sənə xəyallarındakı həyatı verməyəcək. Əksini iddia etmək sehrə inanmaqdan fərqli bir şey deyil. Liderlik lazım olan şeyləri lazım olan vaxtda icra etməyə bacarmaqdır. Əsas olan nəticədir. 18 oktyabr. Arzularının arxasınca qaç. Xəyallarındakı həyata sahib olmaq üçün nə lazımdırsa etməkdən çəkinmə. Qorxduğun yerlərə baş çək və kainata bəxş etməli olduğun daxili böyüklükdən qaçma. Öz xəyalını həyata keçirmək üçün əlindən gələn etdikdən sonra sadəcə kənara çəkil və nəticəni gözlə. 19 oktyabr. Həyatının əsas məqsədləri dəqiq olmadığı zaman hər istədiyinə hə demək asandır. Günlərin, gələcəyin üçün zəngin və ruhlandırıcı bir baxışa və son nəticəyə aydın bir şəkildə yönəlmədikcə, insanların daha qəsdən hərəkət etməyinə kömək edəcək hərəkətlərini diktə etməməsi çətin deyil. Həll sənin həyatının ən yüksək hədəflərini aydınlaşdırmaq və sonra mehribancasına yox deməyi öyrənməkdir. 20 oktyabr. Xoşbəxtlik bizim təbii hüququmuzdur. Həyatımızı fövqəladə şeylər etməyə və dünyaya fövqəladə hədiyyələr verməyə həsr etməliyik. 21 oktyabr. Bizdən əvvəl dünyanı öz dəsti xətti ilə bəzəyən dahilərin hamısının bir ortaq nöqtəsi var idi. Hamısı onlara verilən xüsusi bəşəri istedadlarını inkişaf etdirmək üzərində çalışmışdı. Məsələn, Einstein, o fizika sahəsi ilə bağlı xüsusi istedadının olduğunu dərk etdi və bunu inkişaf etdirmək üçün çalışdı. Özünü biologiya və ya kimya sahələrində sınamaq fikrinə düşmədi. Öz sahəsində ixtisaslaşdı. Ən yaxşı bacardığı iş üzərində çalışdığı və illərini bu sahəyə həsr etdiyi üçün bir insan olaraq öz məninin ən ali nöqtəsinə ucaldı. 22 oktyabr. Aydın şəkildə müəyyən edilmiş məqsədlərə nail olmaq olduqca faydalıdır. Birincisi, ona görə ki, hədəflərə sahib olmaq, mürəkkəbləşən həyatımıza diqqət yönəltməyə yardımcı olur. Yaşadığımız dövrdə diqqətimizi yayındıran, görüləsi çoxsaylı işlər var. Hədəflərimiz isə arzularımızı aydınlığa çıxarır və fikrimizi bizi getmək istədiyimiz yerə aparacaq fəaliyyətlərə cəmləməyimizə yardımcı olur. 23 oktyabr. Daim hərəkətdə ol. Arzularının ovuna çıxan və istədikləri üçün mübarizə aparan azad bir ruh ol. Bacardığın işləri ən mükəmməl şəkildə icra et. Daha sonra isə dinc qəlbin və daxilindəki özünə inamınla həyatın qarşılığında sənə nə verəcəyini gözlə. 24 oktyabr. İzdihamın qravitasiya gücündən xilas olmaq və daha həqiqi bir həyat yaşamaq böyük qətiyyət və güc tələb edir. Kosmik gəmi uçuşun ilk 3 dəqiqəsində daha çox yanacaq sərf edir, nəinki öz orbiti əhatəsində olan uçuşu zamanı. İzdihamın qravitasiyasından xilas olmaq üçün güclü enerji tələb olunur. Lakin istirab və peşmanlıqdan uzaq bir həyat üçün bunu etmək lazımdır. 25 oktyabr. Hər cəsarətli addım, edilən yaxşılıq, məsuliyyətli davranış sənə fərqli formada hədiyyə olaraq qayıdacaq. Hər dəfə addımlarını qorxu ilə deyil, sevgi ilə atdıqca, öz ilkin məninə daha çox yaxınlaşacaqsan. Hər arzuna çatdıqca, ürəyinin səsini dinlədikcə, əslində olduğunu daha çox xatırlayacaq və astaca dəyişməyə başlayacaqsan. 26 oktyabr. Olimpiya idmançıları oyunlardan sonra evə qayıdarkən, bəziləri psixoloqların post-olimpiya depressiyası adlandırdıqları xəstəlikdən şikayətlənirlər. Çünki uğurun zirvəsinə çatdıqdan sonra onlar üçün başqa bir hədəf yoxdur və belə olduqda həyat bu şəxslər üçün mənasını itirir.
Daha sağlam, optimistik və həyat ehtirası üçün qarşına böyük hədəflər qoymağı davam etdirməlisən. Hədəf müəyyən etdiyin zaman karyera və ya şəxsi həyatla bağlı olmasından asılı olmayaraq, ondan sonraki hədəflərin haqqında düşünməyə başlamalısan. Müəyyən etdiyin hədəflərin sənə layiq olduğundan əmin ol. Onların daxilindəki potensialını üzə çıxarmağına, böyüməyinə yardımcı olacağına əmin ol. 27 oktyabr. Zamanın gözəl xüsusiyyətlərindən biri də odur ki, əvvəlcədən boşuna sərf etmək mümkün deyil. Keçmişdə nə qədər səhvə yol verib vaxt itkisi yaşasan da, elə indi, bu dəqiqədən hər şeyi yaxşılığa doğru dəyişib mükəmməl işlər görə bilərsən. Bunu dərk etsən, sabah daha erkən oyanacağın, idmanla məşğul olacağın, sağlam qidalanacağın müsbət bir gün ola bilər. Heç kim sənə öz gündəliyində yeni bir səhifə açıb öz hekayəni yenidən yazmağa mane olmur. Bu dəqiqə qərarını verib oyunun şərtlərini və finalı dəyişə bilərsən. Yeganə sual bundan ibarətdir. Bu addımı atacaqsanmı? 28 oktyabr. Həyatda hərəkət etmirsənsə, həyatın sənin üstünə gəlmək kimi bir vərdişi var. Günlər həftələrə, həftələr aylara dönəcək. Sən bunu dərk edənə qədər həyatın sona yetəcək. Həyatının parlaq və gözəl xəzinələrinin uzaqlaşmasına imkan vermə. 29 oktyabr. Gecənin ən zülmət vaxtı dan yerinin sökülməsindən əvvəlidir. Hamının həyatında ona çoxsaylı imkan və fürsətlər təqdim olunan zaman kəsikləri peyda olur. Qəlbinin dərinliklərinə qulaq verməyən, cəsarətdən imtina edən şəxslər adi bir həyat yaşamağa məhkumdurlar. Lakin sıçrayış edərək qorxularla üz-üzə gəlsən belə, yeni torpaqlara qədəm qoymağına gətirib çıxaracaq. Potensialın, xoşbəxtliyin və azadlığın torpaqlarına. Dərinə get və daxili səsinə qulaq ver. Sonra isə onun rəhbərliyinə etibar et. 30 oktyabr. Sınaqla üzləşdiyin zaman təslim olma. Getdiyin yolda bir çox sınaqlarla üzləşəcəksən. Bəli, böyük qələbənə nail olmazdan əvvəl böyük çətinliklərlə üzləşəcəksən. Lakin üzləşdiyin bu çətinliklərin əslində səni öz məninə, doğma evinə apardığını anlayanda onlara sinə gərmək üçün güc tapacaqsan. 31 oktyabr. Ümid klubuna qoşul. Çətinliklə üzləşdiyin ən böyük, gözəl və imkansız görünən məqsədlər səni daim irəli aparmaq üçün ideal vasitələrdir. Səni bütünlüklə tamamlayan nəcib və böyük arzulara çatarkən, onlara nail olmaq istəyi səni daimi axtarışda olanların yolunu seçməyə vadar edən çətin zamanlardan asanlıqla keçirir.